indi baxın, biz özümüzə qarşı terror hadisəsi baş verdi. Mən çox rahatlıqla söyləyirəm. Mən cəmiyyətdən, təbii ki, insanlar duyğularını gördüm. Amma bir yaradıcı, Akşin Yeniseydən başqa bir yaradıcı adamın yazısına rast gəlmədim ki, bu tendensiya nə deməkdir? Nəyə görə idi? Fikrə görə də. Fikir söyləyirəm, kiminsə xoşuna gəlmir. Sən xoşuna gəlməyəcək deyə mən fikrimi söyləməyəcəm. Mən öz cəmiyyətimin məsuliyyətini daşıyıram. Mən tendensiyanın hara getdiyini eləyirəm. Amma bir siyasi partiyadan, bir yaradıcı ittifaqdan, mən bir dənə, mənim üçün fərqi yoxdur. Mən nəyə görə bayaq deyirəm? Bu nə idi? Qorxuydu həmin kəsimdən? Yox, məsələ burasındadır ki, yox, mənim yanaşmam budur ki, hər kəs öz fikrinin müdafiəçisi olur. Görürsünüz, mən qətiyyətlə öz fikrimi, bax, indi yeni kitabım çıxacaq, yazıram, mən öz fikrimi müdafiə edirəm. Pənah bəyin qarşısında ya başqa bir oponent, dostların, o birinin qarşısında öz fikrimin doğruluğunu sübut eləməyə çalışıram. Mən niyə geri çəkilməliyəm? Mən öz xalqımın, əgər hiss eləyirəm ki, bu təhlükəyə çevrilir, əgər xalqım üçün bu din təhlükəyə çevrilirsə, xalqım üçün hansısa bir sosial gərginlik təhlükəyə çevrilirsə, hansısa bir düşmən təhdidi təhlükəyə çevrilirsə, mən bunu söyləmək məcburiyyətindəyəm. Yəni, demək istədiyim odur ki, mən razıyam ki, müəyyən şeyləri biz indi dəyərləndirmədə bir qədər ehtiyatlı olmalıyıq. Amma elə şey var ki, biz görürük ki, bu tendensiya yaxşıya doğru getmir. Çevrəmizə baxırıq, baxırıq bu ölkələrin yaxın tarixinə. Azərbaycan o tarixə uyğun gələn bir formatda artıq yönəlməkdədir. Biz bunun qarşısını almalıyıq. Və o baxımdan mən hesab edirəm ki, biz müəyyən mənada məktəbin müqəddəsliyini qaytarmalıyıq. Universitetin müqəddəsliyini qaytarmalıyıq. Müqəddəs deyəndə yada birinci hansısa ibadət yerindən daha çox təhsil yeri düşməlidir. Ya biz yeni cəmiyyətik, modern cəmiyyətik.